Görəsən Quranda bunları hamı bilirmi? Səncə neçə doğru cavab verə biləcəksən? Quranda ən uzun surə hansıdır? Doğru cavab Bəqərə surəsi. Quranda adı çəkilən yeganə qadın kimdir? Doğru cavab Həzrəti Məryəm. Quranda ən qısa surə hansıdır? Doğru cavab Kövsər surəsi. Quranda neçə müqəttə hərfi ilə başlayan surə var? Doğru cavab 29. Peyğəmbərlərdən kimə Kəlimullah deyilir? Doğru cavab Həzrəti Musa. Peyğəmbərlərdən kimə Ruhullah deyilir? Doğru cavab Həzrəti İsa. Quranda ən çox təkrarlanan söz hansıdır? Doğru cavab Allah. Neçə doğru cavab verdin? Cavablarını şərhlərdə yazmağı unutma. Videonu bəyəndinsə kanala abunə ol və növbəti İslam mövzulu quizləri qaçırma. Gələn videoda görüşənədək.